Bizi biz eləyən, psixologiyada da bu belədir, reallıqda da bu belədir. Bizi biz eləyən bizim uşaqlığımız. Mən sənin uşaqlığın necə keçdiyini bilib, bugün kim olduğunu bilə bilirəm. Bugün kim olduğunu bilib, uşaqlığın necə keçib bilə bilirəm. Misal üçün, bu yaxınlarda mənə inboxa, Instagrama bir xanım yazır. Mən sizinlə görüşmək istəyirəm, özü konkretlə açıb oxuya da bilərəm. Görüşmək istəyirəm, amma məqsədim dating deyil, prosta işlə bağlı sizinlə danışmaq istəyirəm. Deyirəm, işlə bağlı nə? Mənim dəhşət işləməyə həvəsim var, eşşək kimi işləmək istəyirəm. Növbəti sualım oldu ki, atanla anan ayrılıb. Deyir, o məsələ nə aidiyyəti var? Deyirəm, ayrılıb. Deyir, ayrılıb. Deyirəm, elə ona görə də sən işləmək istəyirsən eşşək. Çünki uşaqlıqda ata modeli olmayıb, mühafizəkar kişi obrazı olmayıb, sən onlara etibar eləmirsən, ona görə də eşşək kimi işləmək istəyirsən. Çünki normal qadın eşşək kimi işləmək istəməməlidir. Yəni bir cümlə ilə mən tanımadığım adamın barəsində, uşaqlıq barəsində söz deyə bilirəm. Sən o cür tapırsan özünü, o fəşəni ki, sən uşaqlığa geri dönüb baxırsan ki, sən necə uşaqlıq keçirmisən? Hansı ailədə doğulmusan? Hansı şəraitdə doğulmusan? Uşaqda nələr eləmisən? Onları analiz edəndən sonra başa düşürsən ki, sən kimsən. Mən elə başa düşmüşəm. Məsələn, mən onu 16 yaşında dərk eləmişəm. Ki, başladım pul qazanmağa. Sonra bir daha arxaya baxdım ki, mən elə uşaqlıqdan oyun çıxardıram ki.